Ballar adlı cədvəldən fraqment verilmişdir. Cədvələ əsasən aşağıdakı kimi sorğu yaradılarsa, sorğu nəticəsində tapılan yazıların ID nömrələrini müəyyən edin. Deməli, sorğunun ilk hissəsinə baxıram, kriteriyasına. Nədir ilk kriteriyası? Riyaziyyatın balının 67-dən böyük və bərabər olmasıdır. Buna əsasən yazıları tapaq. Deməli, 67-dən böyük olanlar birinci yazıdır, yəni ID-si 1 olandır. Daha sonra 3-dür, çünki 84-dür. Daha sonra 5-dir, 5-ci ona görə aiddir, çünki 67-nin özündə daxil eləməliyəm. 6-cıdır, çünki 78 baldır. 7-cidir, çünki 93 baldır. Daha sonra bu tapdıqlarım içərisində xarici dil kriteriyasına da baxmalıyam. Yəni 55-dən yuxarı olanları götürməliyəm. Birinci ID-yə baxıram, 39-dur deyə götürmürəm. Daha sonra 3-cüyə baxıram, 63 deyə nədir? 3-cü bu kriteriyaya uyğundur. Gəlirəm 5-ci ID-yə baxıram, xarici dil neçədir? 55. Amma mənə 55-dən böyük olanlar lazımdır axı. Ona görə bunu da götürmürəm. Gəlirəm 6-cıya baxıram. 6-cıda nədir? 64 baldır. 55-dən yuxarı olduğu üçün bunu da götürürəm. Yəni 6 ID-ni də götürürəm. Daha sonra 7-cinin xarici dilinə baxıram. 82 bal. Nədir? 55-dən böyük olduğu üçün 7-cini də götürürəm. Və ümumi cavab olaraq 3, 6, 7 D variantını işarələyirəm.